Artıq marketdən yoğurt almağa son demirəm, çünki tənbəllər gedib ala bilər. Evdə hazırlamaq istəyənlər üçün ən mükəmməlindən çiyələrli yoğurt reseptini 1 dəqiqəyə öyrənəcəksən. Bazarda üzünüzə gülən qan rəngində çiyələrdən seçirik, gətirib sodalı və sirkəli suda saxlayırıq ki, təmizlənsin. Biraz suda gözlədəndən sonra başlayırıq əlimizdən doğramağa. Kiçik formada da hazırlamaq olar, amma mən böyük formada doğruram ki, içində bilinsin. Bir qazana tam yağlı südü aldım, üzərinə qarğıdağı nişastası, paket vanilin vurandan sonra qəhvəyi və ağ şəkər qarışımını da əlavə edirəm. Kimdə qəhvə şəkər yoxdursa, tək ağ şəkərlə də əvəz edə bilər. Başda əlvi saxlamadan spatula vasitəsilə qarışdırma. O qədər qarışdır ki, belə qatılaşsın. Amma qaynara düşməmiş, yəni qaynara düşməyinə az qalmış çiyələkləri də əlavə et üzərinə. Başda qəşəng bişirmək, çox zəif temperaturda. Tərkibində meyvələrin suyu da buxarlandı. Gördüyünüz bu formada yapışqan qatı olandan sonra qabları da servis elə qoy kənarda soymağa. Bir də ki dostlar, bu formada olandan sonra bir də blenderdan keçirib servis etsəniz qablara, onda da mükəmməl nəticə əldə etmək olar. Mən çiyələyin diri qalmağına görə etmədim blenderdan. Kiçik qablarda servis etdim, bu böyük əməlimdir, necə deyərlər, tərbiyəsini. Marketdə satılan yoğurtlardan seçilməyən ləzzəti mükəmməl, görüntüsü gözəl yoğurtumuz hazır oldu. Asiya xanım da bəyəndisə, geriyə bir şey qalmır. Hazırlayacaq olan hər kəsə nuş olsun, sağ olun dostlar.